Salam dostlar, bu videoda IP adresləri aid sualları izahlı formada cavablandıracağım. Buna oxşar bir neçə dənə video çəkməyi də planlaşdıram. Bu videolara baxmaqla IP adres mövzusunu daha yaxşı başa düşəcəksiniz. Bu videoda suallar daha çox IP adres klasslarına aid olacaq. Birinci sualdan başlayaq. Bu sual bizdən soruşur ki, 10.0.0.1 IP'si hansı klassa aiddir? Doğru cavab burada A variantıdır. Bu şəkildə IP adres klassları və onlara aid olan IP aralıqları göstərilib. 1-dən 126-ya qədər olan IP-lər A klassa aiddir. 126 da bura daxildir. 128-dən 191-ə qədər olan IP-lər B klassa aiddir. 192-dən 223-ə qədər olan IP-lər C klassa aiddir. 224-dən 239-a qədər olan IP-lər D klassa aiddir. 240-dan 254-ə qədər olan IP-lər Y klassa aiddir. Keçək ikinci suala. İkinci sual bizdən soruşur ki, 172.16.5.1 IP'si hansı klassa aiddir? Burada doğru cavab B variantıdır. Keçək növbəti sualımıza. Üçüncü sual. Üçüncü sual bizdən soruşur ki, 192.168.1 IP'si hansı klassa aiddir? Burada doğru cavab C variantıdır. Dördüncü sual. Multicast üçün hansı klass istifadə olunur? Doğru cavab A variantı, klass D. Bu şəkildə də göstərilib ki, D klass multicast üçün istifadə olunur. Keçək növbəti sualımıza. 5 nömrəli sual. Araşdırmalar üçün hansı klass rezerv olunub? Doğru cavab B variantı, Y klass. 6-cı sual. A klassın default subnet maskı hansıdır? Doğru cavab B variantı. 255.0.0.0. 7-ci sual. B klassın default subnet maskı hansıdır? Doğru cavab A variantı. 255.255.0.0. 8-ci sual. C klassın default subnet maskı hansıdır? Doğru cavab C variantı. 255.255.255.0. 9-cu sual. Hansı klassda hostların sayı daha çox olur? Doğru cavab A variantı, A klass. Bu şəkildə IP adreslərin klassları göstərilib, hər klassda olan subnetlərin sayı, hər subnetdə olan hostların sayı da burada göstərilib. A klassda 126 subnet var, hər subnetdə isə 16.777.214 host var. B klassda 16.384 subnet var, hər subnetdə 65.534 host var. C klassda 2.097.152 subnet var, hər subnetdə 254 host var. Digər klasslarla müqayisədə A klassda olan hər subnetdəki hostların sayı digər klassda olan hər subnetdəki hostların sayından daha çoxdur. 10-cu sual. Adətən kiçik şəbəkələrdə hansı klass istifadə olunur? Doğru cavab C variantı, C klass. 11-ci sual. Hansı klass bu formatdadır? Burada N networkləri, Edge isə hostları bildirir. Doğru cavab B variantı, B klass. Bu şəkildən görə bilərik ki, A klassda 1-ci oktet network üçün ayrılıb, yerdə qalan 3 oktet isə hostlar üçün ayrılıb. B klassda ilk 2 oktet network üçün ayrılıb, yerdə qalan 2 oktet isə hostlar üçün ayrılıb. C klassda isə ilk 3 oktet network üçün ayrılıb, yerdə qalan 1 oktet isə hostlar üçün ayrılıb. Hansı klass bu formatdan istifadə edir? Doğru cavab C variantı, C klass. 13-cü sual. Evdəki şəbəkələrdə daha çox hansı klass istifadə olunur? Doğru cavab C variantı, C klass. 14-cü sual. 230.1.1.1 hansı klassa aiddir? Doğru cavab D variantı, D klass. D klassa aiddir. 15-ci sual. 250.1.1.1 hansı klassa aiddir? Doğru cavab B variantı, Y klass. Bu şəkildən D və Y klassa aid olan IP aralıqlarına təkrar baxa bilərik. Keçək növbəti suala. 16-cı sual. A klassda neçə oktet network üçün ayrılmışdır? Doğru cavab A variantı. 1 oktet network üçün ayrılmışdır. Bu şəkildə təkrar baxası olsaq görərik ki, A klassda 1 oktet network üçün ayrılıb, B klassda 2 oktet network üçün ayrılıb, C klassda isə 3 oktet network üçün ayrılıb. 17-ci sual. B klassda neçə oktet network üçün ayrılıb? Doğru cavab B variantı. 18-ci sual. C klassda neçə oktet network üçün ayrılıb? Doğru cavab C variantı, 3 oktet network üçün ayrılıb. 19-cu sual. Hansı klass ikilik sayı sistemində 0 ilə başlayır?
Doğru cavab A variantı A klass. A klassın ilk okteti ikilik say sistemində 0 ilə başlayır. B klassda 1 və 0 ilə başlayır. C klassda 1, 1, 0 ilə başlayır. D klassda isə 1, 1, 1, 0 ilə başlayır. Keçək növbəti sualımıza. 20 nömrəli sual. Hansı klass başdan 1 və 0 ilə başlar? Burada doğru cavab B variantı B klass. 21-ci sual. Hansı klass 1, 1, 0 ilə başlayır? Doğru cavab C variantı C klass. 22-ci sual. Hansı klass 1, 1, 1, 0 ilə başlayır? Doğru cavab C variantı D klass. 23-cü sual. Hansı klass 1, 1, 1, 1 ilə başlayır? Doğru cavab D variantı Y klass. Keçək növbəti suallarımıza. 24-cü sual. Hansı klassın default subnet maskı /8'dir? Doğru cavab A variantı A klass. A klassda default subnet mask /8'dir. 25-ci sual. Hansı klassın default subnet maskı /16'dır? Doğru cavab B variantı B klass. Hansı klassda default subnet mask /24'dür? Doğru cavab C variantı C klass. 27-ci sual. Hansı klass 2 milyondan çox network dəstəkləyir? Doğru cavab C variantı C klass. Bu şəkildə təkrar baxası olsaq, C klassda 2 milyon 97 min 152 network var. 28-ci sual. Hansı klass bu formatdan istifadə edir? Birinci oktet network üçün, yerdə qalan 3 oktet isə hostlar üçün. Doğru cavab A variantı A klass. 29-cu sual. 127 subneti nə üçün rezerv olunub? Doğru cavab C variantı loopback. 127 subneti loopback üçün rezerv olunub. Bu şəklə təkrar qaydaq. 127-dən başlayan bütün IP-lər loopback üçün rezerv olunub. 30-cu sual. Hansı klass hər subnetdə təxminən 16 milyon host dəstəkləyir? Doğru cavab A variantı A klass. Bu şəklə təkrar qaydası olsaq, A klassda hər subnetdə təxminən 16 milyon IP olduğunu görərik. B klassda hər subnetdə təxminən 65 min IP var. C klassda isə hər subnetdə 254 IP var. Keçək növbəti sualımıza. 31-ci sual. Hansı klass hər subnetdə təxminən 65 min IP dəstəkləyir? Doğru cavab B variantı B klass. 32-ci sual. Hansı klass hər subnetdə 254 IP dəstəkləyir? Doğru cavab C variantı C klass. Keçək növbəti suallarımıza. 33-cü sual. Böyük şirkətlər üçün ən yaxşı klass hansıdır? Doğru cavab A variantı A klass. 34-cü sual. Orta ölçülü şirkətlər üçün ən yaxşı klass hansıdır? Doğru cavab B variantı B klass. 35-ci sual. Kiçik şirkətlər üçün ən yaxşı klass hansıdır? Doğru cavab C variantı C klass. 36-cı sual. Hansı klassdakı IP-lər 224-239 aralığındadır? Doğru cavab B variantı D klass. 37-ci sual. Hansı klassdakı IP-lər 240-255 aralığındadır? Doğru cavab B variantı Y klass. 38-ci sual. 130.10.11 IP-si hansı klassa aiddir? Doğru cavab B variantı B klass. Bu şəkildə təkrar qaydası olsaq, 1-126 aralığındakı IP-lər A klassa, 128-191 aralığındakı IP-lər B klassa, 192-223 aralığındakı IP-lər C klassa, 224-239 aralığındakı IP-lər D klassa, 240-254 aralığındakı IP-lər isə Y klassa aiddir. 39-cu sual. 199.111 IP-si hansı klassa aiddir? Doğru cavab C variantı C klassa aiddir. 40-cı sual. 115.10.10.10 IP-si hansı klassa aiddir? Doğru cavab B variantı B klassa aiddir. 41-ci sual. Hansı klassa default olaraq 8 bit var? Doğru cavab A variantı A klass. Klassların default subnet maskını burada göstərmişəm. A klassın default subnet maskı onluq say sistemindən deyəsə olsaq 255.000'dır.
Slash ilə deyəsi olsaq /8, ikilik say sistemdə deyəsi olsaq 8 dənə 1, 24 dənə 0-dır. B klassda 255, 255, 0, 0, /16, 16 dənə 1 və 16 dənə 0-dır. C klassda isə 255, 255, 255, 0, /24, 24 dənə 1 və 8 dənə 0-dır. Birlər network'ü bildirir, sıfırlar isə hostları bildirir. Burada da eyni formada birlər network'ü, sıfırlar hostları bildirir. Burada da eyni formada birlər network'ü, sıfırlar isə hostları bildirir. Bayaqki sualda bizdən soruşurdu ki, hansı klassda default olaraq network üçün 8 bit ayrılıb? Yəni ki, 8 dənə 1 ayrılıb. Doğru cavab A klassı. Keçək növbəti sualımıza. 42-ci sual. Hansı klassda network üçün default olaraq 16 bit ayrılıb? Doğru cavab B variantı, B klassı. 43-cü sual. Hansı klassda network üçün default olaraq 24 bit ayrılıb? Doğru cavab C variantı, C klassı. 44-cü sual. Hansı klass hostların bir-biri ilə normal əlaqə qurması üçün istifadə edilmir? Doğru cavab D variantı, D klassı. D klass multicast üçün istifadə edilir. 45-ci sual. Hansı klass multicast üçün istifadə edilir? Doğru cavab D variantı, D klassı. D klass multicast üçün istifadə edilir. 46-cı sual. Y klassın məqsədi nədir? Doğru cavab C variantı, eksperimental. Y klass araşdırmalar və təcrübələr üçün istifadə edilir. 47-ci sual. Hansı klassın ilk 3 okteti network üçün istifadə edilir? Doğru cavab C variantı, C klassı. İki şəklimizə qaydası olsaq, C klassda ilk 3 oktet network üçün ayrılıb. Sonuncu oktet isə hostlar üçün ayrılıb. 48-ci sual. Hansı klassın ilk 2 okteti network üçün ayrılıb? Doğru cavab B variantı. B klassın ilk 2 okteti network üçün ayrılıb. 49-cu sual. Hansı klassın ilk 1 okteti network üçün ayrılıb? Doğru cavab A variantı, A klass. A klassda ilk 1-ci oktet network üçün ayrılıb. 50-ci sual. 172.31.255.255 IP'si hansı klassa aiddir? Doğru cavab B variantı, B klassa aiddir. IP adreslərə aid 50 sualın izahına baxdıq. Ümid edirəm ki, bu suallar IP adresləri öyrənməyinizə kömək oldu. Əgər videonu bəyəndiysəniz, like etməyi və şərh yazmağı unutmayın.